inkişafı, xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş ulu öndərin və canlı Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qurban verilmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edin. İndiksə tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. Belə bir tarixi şəxsiyyəti tərənnüm etmək sözlər vərəzidir. Çünki Heydər Əliyev adı nəinki Azərbaycanın dünya siyasətinin qızıl hərflərlə yazılmış nadir dünyəvi sərvətidir. O sərvəti də yaxşı mənbə Azərbaycandır. Biz hamımız şərh edir ki, Azərbaycanlıyıq. Heydər Əliyev Azərbaycanın ümumilli lideridir. Beləliklə, dahi rəhbər, ulu öndər Heydər Əliyevin 103 illik tarixi anıb gününə həsr olunmuş, dastana çevrilmiş ömür adlı tədbirimizi açıq elan edirik. Buyurun, xoş izləmələr. Heydər Əliyev bütün ömrünü Azərbaycana həsr etmişdir. O, xalqının xoşbəxt rifahı, azadlığı, bütövlüyü uğrunda bütün ictimai siyasi addımları atmış, əsr rəhbər, ulu öndər ağırlığını dünyaya tanıtmışdır. Azərbaycan dünəni, bugünü və gələcəyidir. Azərbaycanın xoşbəxt və bütün xalq formalaşmasında Heydər Əliyevin tarixi olu və əvvəlsiz misyası tanınmazdır. Biz bunu sizə şeirlərlə çatdırırıq. Heydər Əliyevin sevgisi, qələmin sehrində, sözün gücündə. O dahi bir öndərdi ki, onu Tanrı göndərdi ki, zəkası nur, fikri qəti, xilas etsin bu milləti. O dahiydi baxışıyla, hər siyasi naxışıyla, hər addım imzasıyla tanıtdırdı bu milləti. Keçsə illər, ötsə zaman, səninlə hiç ötən hər an, vaxt dəyişib çölsə dövran, min illər keçsə də yaşayacaqsan, bu xalqa, bu yurda məhəbbətinlə, zirvədən inməyən şəxsiyyətinlə, xalqına bağlanmış ömür dinlə, min illər keçsə də yaşayacaqsan. Ata Heydər, sən nurdan mı doğulmuşdun? Millətini hər əzabın bitirmişsən,
olmalı. Vətən onun, o vətəndən güc almalı. Ya bu tarixdən dərs almalı. Biz qarşında baş əyrik dönə-dönə. Minnətdarıq sənin kimi bir rəhbərə, işığından hər bir zərlə nurlanmalı. Azərbaycan, elə sənsən, sən sönməyən bir məşəlsən. Bizim üçün ali rəhbər, bizim üçün Atatürksən. Biz hər zaman səninləyik, ruhun öndərə baş əyirik. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Aylar mı? Çölün candan. Azərbaycan. Azərbaycan. Olmaz. Halk dövlətçiliği insan olan Heydər Əliyevin doğum günüdür. Ulu Öndər 1923-cü il bu günündə Naxçıvanda sadə bir ailədə dünyaya gəlir. Bu böyük şəxsiyyətin həyat yolu o qədər də asan olmuyor. Ulu Öndərin siyasət zirvəsinə yolu təvazülərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçir. Ölkəmizin son 40 illik tarixində elə bir mərhələ yoxdur ki, orada Heydər Əliyev şəxsiyyəti nəhəng işləri olmasın. Görkəmli şəxsiyyət hələ Sovet Azərbaycanına rəhbərlik elədiyi dövrlərdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənli şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarır. Ötən əsrin 70-ci illərində Azərbaycan keçmiş SSR-nin yerdə qalmış ustalarından biri hesab olunurdu. O vaxtda da Respublikaya rəhbərlik edənlər kamu vaxtlanışı vəziyyəti dəyişməyə cəhd göstərmirdilər. Bu xoşagəlməz tendensiya Heydər Əliyevin Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinə birinci kafir seçilənədək davam elədi. Ulu Öndərin Respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi. Bütün sahələrdə görülməmiş canlanma və inkişaf, nəhəng tikinti quruculuq işləri başlandı. Bakıda o dövrü üçün nazir müəssisələr, məşək kondisionerləri, dəniz dövrləri zavodları tikildi. Paytaxtımıza bu gündə yaraşıq verən ictimai binalardan olan Gülüstan Sarayı, Heydər Əliyev Sarayı inşa edildi. Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış masilləri salındı. Son təqarfatı məhsulları xüsusən paldır, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq əhalinin güzaranı da yaxşılaşdı. Bir çox sosial layihələr həyata keçirildi. Siyasətşünaslar bu illəri haqlı olaraq Azərbaycanın dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər. Heydər Əliyev artan nüfuzundan və mərkəzi hökumətdə ikinci şəxs olaraq vəzifə imkanlarından istifadə edərək ittifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra iri-miqyaslı layihələrin Bakıya salınmasına nail oldu. İttifaq miqyasında gördüyü nəhəng işlər, fikri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırırdı. Sonra məmul hadisələr başlayırdı. Mikhail Gorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin münasibət dəyişdi. Ona qarşı həssas və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaf və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. İndi də bir çoxları əminliklə bilirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 yanvar hadisələri baş verməzdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevdə dikmişdi. 1993-cü ildə Azərbaycan tufanlı dənizdə imkansız gəmir bənzəyirdi. Son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın tərəkkizli çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini
itirmək təhlükəsindən xilas elədi. Çətinliyi isə 7-2 deyildi. Dövlət xəzinəsi tamam boşalmışdı, ölkə iqtisadiyyatı dərin böhran yaşayırdı. Sənayeni, kənd təsərrüfatını birləşdirmək isə uzun illər tələb etdiyindən qeyri-adi həll variantları tapmaq lazım idi. Oponentlərindən fərqli olaraq Heydər Əliyev uğur açarının harda olduğunu bilirdi. Bilirdi ki, ölkəni düşdüyü çətin vəziyyətdən, dərin iqtisadi sosial böhrandan yalnız ilk dəlilləri ilə çıxarmaq olar. 1994-cü ildə imzalanan əsrin müqaviləsi Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Bu müqavilə əslində Heydər Əliyev şəxsiyyətinin tarixi qələbəsi oldu. Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv oldu. Beynəlxalq arenalarda edilən çıxışlarla dünya Azərbaycanın daha da güclü bir dövlət kimi tanıdı. Ulu öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qurur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və yeni dövlət xatiridir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Xalqımız bundan sonra da bu dahi şəxsiyyəti daim minnətdarlıq hissi ilə xatırlayacaq. Onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qururla ayrılır. Mən həmişə fark etmişəm. Bu gün də fark edirəm ki, mən Azərbaycanlıyam. Heydər Əliyev İHA-sının ruhu indi necə şaddır. Həm rəhbər kimi, çünki bütün ömrünü sərf etdiyi xalqı indi azad və bütöndür. Həm də ata kimi ruhu şaddır. Çünki Heydər Əliyev bir ata kimi çəkdiyi əziyyətlər boşa getmədi. Bəli, əlbəttə, ot kökündə bitər deyərlər. İlham Əliyevin ailə tərbiyəsi, vətən sevgisi, savadı, həm tərəf siyasətçi bir formalaşmasında Heydər Əliyevin əziyyəti danılmazdır.
Heydər Əliyevin qəbrini ziyarət etdik. Onun ruhu qarşısında baş əydik. Yüreğimde dedim ki, boşuna kalamam ki, ata vəsiyyətini yerinə edir. Uşağını azad edir. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şahsdır. Zirvələrin əvəzsən, tarix boyu ön cəbhədə sən gərdəsən. Hər il, hər ay, hər gün, hər dəm tarix boyu meydandasan. Millətimin ürəyində nəsil göyərən ilk məhəbbətsən. Sən nağla, əfsanəyə çevrilmiş bir həqiqətsən. Qəlbimizin içindəsən, dilimizin ucundasan, dastandasan, layladasan, nəğmədəsən, şeirdəsən, Azərbaycan dünyasının hər yerində, hər yerindəsən. Boyun eşitsin bütün dünya, sən əbədi prezidentsən, prezidentin uca təxri, kürsüsündə əbədisən, Dədə Heydər. Xalqın üçün əbədidir. Seçdiyin yol, qoyduğun yol, Dədə Heydər. Bugün bizim getdiyimiz ulu yol, həmin yolun davamıdır. Karvan gedir öz yoluyla, adı İlham karvanıdır. Karvan gedir öz yoluyla, karvan başı, genç sinəli, uca boylu, dağ cüssəli, uca adlı, uca soylu. O alınmaz davaları alasıdır. O keçilmez keçillərin keçəsidir. O Heydərin balasıdır. Atası yol üstə düşmüş qara qəmbər daşlarının atasıdır. Karvan gedir öz yoluyla, yer qanatı, karvan başı İlham adlı. Oradan keçmiş, sudan keçmiş Heydər adlı. Bir müdrikin ağıl, idraç dəryasından sular içmiş. Uzaldığı bu zirvədən heç kim onu endirəməz. Karvan gedir öz yoluyla, bu yoldan onu heç kim döndərəməz. Çünki bu yol hak yoludur, ədalətin, həqiqətin düz yoludur, öz yoludur, tam doğrudur. O bu yolla gedəcəkdir, dağlar, daşlar əssə onu. O bu yolla gedəcəkdir, yıldırımlar kəssə onu. O bu yolla gedəcəkdir, öz xalqına başdan başa inandır o.
yola gedəcəkdir. Üzü dönməz qılıncızlı ilhamdır o. O bu yoldan dönməz gətir. Gözlərindən məstək dolu, amal dolu şimşək çaxır. O bu yoldan dönməz gətir. Onun hər bir damarından atasının qanı axır. Heydər, Heydər qanı axır. O bu yoldan dönməz gətir. Ulu Heydər məramından yoğrulmuş o. O bu yoldan dönməz gətir. Heydər adlı məhəbbətdən doğulmuş o. Karvan gedir öz yoluyla. Mənzil başı yolu bəlli. Karvan gedir öz yoluyla. Başda gedən ulu bəlli. Uzun çörəyi, mənim əməyimi itirməlisən. Əkdiyim, boyacağım, güllərim, köksündə çolaqələr bitirməlisən. Elə qürurluyam, baxıram sənə. Sən elə zirvəyə çatdırdın yurdu. Mənim arzumu da yarı qoymadın. Çox sağ ol, ay oğul, təşəkkür sizə. Sənə tərəfimi halal edirəm. Bağlıma basın bir atar kimi, doyunca səni öpürəm. Əlbəttə, bu mənim ali borcumdur. Dünya cüzümüzə şahid olubdur. Ata nəsiyyəti dönüb gerçəyə, virgül əbədi nöqtə qoyubdur. İndi bütün dünya bu yüzə şahid. Hər yana obaya səs salmışıqdır. Qarabağ cənnəti, azad və dörd zəfər bayrağını qaldırmışıqdır. Gönüllü sənədir, məhəbbət sənər, hələ intizam verən mahkümü olar. Şuşada, Ağlanda oxunlar muğam, səsə duymalar da durub əl çalar. Dünyada müəllimlikdə yüksəkən tanımıram. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin, həyatının bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik. Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təklimi böyükdür. Xalq ordunun birliyi həm qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir. Ağıl olan yerdə doğru ehtiyac yoxdur. Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, Azərbaycanlıyam. Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, indi də belədir, gələcəkdə də belə olacaqdır. Həyatını müəllimliyə hər sənər insanlar, həqiqətən sədaqətli xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Hər bir xalq öz dillə yaranır. Ancaq xalqı dilini yaşatmalı, inkişaf etdirməli və dünya mədəniyyət səviyyəsini qaldırmalı. Xalqın sabahlı elm dili şagirdlərinin fəaliyyəti nəticəsində mümkün olacaq. Məktəbi müəllimlərimizin ən əsas vəzifəsi bizim cəmiyyətimiz, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır. Yüksək mədəniyyətə malik olanlar həm səviyyətlərdə, həm fikirlərini yerində, həm inkişaf edir. Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. İnsanlar mənəvi sərvətlərdə hamısından dini fərqi ondadır ki, dini mənsubiyyətini asılı olmayanda insanları təmrəliyə, bilgiyə dəvət etmişdir. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nəzər tərbiyə edəcəksə, böyüdəcəksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Bütün varlığım və keçdiyim bu həyat yolu ilə məktəbə borcluyam, müəllimə borcluyam. Müstəqil Azərbaycanda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi tanınmalı və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Qoy bilsin bütün dünya, nə sual, nə bir gün, niqab, niqab,
ise söz verilir məktəbimizin direktoru Elnarə xanım Zeynalovaya. Balalarımız, valideynlərimiz, müəllimlərimiz, hər birinizi Azərbaycan xalqı üçün, hər bir Azərbaycan vətəndaşı üçün gözəl bir gündə salamlayıram. Dəyərli vaxtınızı məktəbimizə, bizim balalarımıza həsr etdiyinizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Əziz tədbir iştirakçılar, çox sağ olun. Valideynlər, bu şagirdlərin üzərində əməyi olan rəhmətkeş müəllimlər, siz bizim balalarımızın istedadını gördünüz. Necə gözəl şeir söyləyirlər, necə gözəl aparıcılıq edirlər, necə gözəl rəqs edirlər. Ulu öndərə sevgilərin, Azərbaycan xalqının böyük oğluna məhəbbətlərin, Azərbaycanın yaradıcısına, qurucusuna, Azərbaycanın ən böyük müəlliminə öz hörmətlərini bildirdilər, zəhmətləri ilə bildirdilər. Siz bilin ki, mən həmişə qeyd edirəm, onlar musiqiçi deyirlər, onlar şair deyirlər, onlar rəqqasə deyirlər, onlar diktor deyirlər, lakin bütün bunların hamısını çox gözəl bacarırlar. Əziz balalar, gözəl oğullarımız, qızlarımız, körpələrimiz, əziz balacalarımız, siz yəqin ki, bizim məktəbə qədərlərin də öz performanslarını gördünüz. Gördünüz ki, onlar necə gözəl çıxış elədilər. Əziz körpələrimiz, hər birinizə təşəkkür edirəm. Var olun. Valideyn, müəllimlərimiz savadın, dəyərin, şagirdlərə qayğısın, hər birin ulu öndərimizdən götürürlər. Mən özümü xoşbəxt sayıram. Niyə görə? 10 yaşım olanda Sabirabad rayonunda ulu öndərin qarşısında bir şeirlə çıxış etmişəm. O zaman Sovet rejimi idi hələ və Heydər Əliyev rayonlara həmişə səyyar görüşlər keçirirdi. Dövrünə görə bəlkə də çaşaram, belə bir şeirlə 10 yaşım olanda çıxış eləmişdim. Nəhəng sinifə dönüb, bugün zəhmət dünyası, fabriklərdə, zavodda, sexdə şagird sayağı, biz sizdən öyrənmişik vətənpərvər olmağı. Nəhayət, dövrəm dəyişdi, ulu öndərimiz, yeganə oğlum, yeganə evladım Azərbaycan xalqına hədiyyə etdi. Dövrünə görə mən 20 nömrəli məktəbdə çalışırdım və Allah elə qismət elədi ki, mən prezidentimizin qarşısında çıxış elədim. Son kəlməm bu idi. Allah sizi qorusun, siz də bizi qoruyun. Əzizlərim, Azərbaycanın şəhidinə, müəlliminə, ziyalısına, ulu öndərinə, ümumilli liderinə, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun. Allah Taala prezidentimizə can sağlığı versin. Müzəffər Ali Başkomandanımıza can sağlığı versin.
şəhidlərimizə rəhmət eləsin. Yaşasın Azərbaycan, yaşasın Heydər Əliyev adına olan